Dövlət qulluğuna və magistra hazırlaşanlar. Bu gün kodlaşma və ikiz şərti dilinə tərcümə mövzularına baxacağıq. Bundan əvvəl şifrələr mövzusunun izahına baxmışdıq. Hal-hazırda bu ikisinə baxacağıq. Bundan sonra da analogiyanı izah edəcəyim. Gəlin kodlaşmadan başlayaq. Kodlaşma və ikiz şərti dilinə tərcümə mövzularından qəbula suallar bəzən düşür, bəzən isə düşmür. Yenə də izahlarına baxacağıq. Deməli, gəlin bir yerdə başlayaq. Taksi sözünü necə kodlaşdırıb? Hərflərlə kodlaşdırıb. Hər hərfi başqa bir hərflə kodlaşdırıb. Əslində şifrələr mövzusunda da biz kodlaşdırmanı müəyyən bir dərəcədə eyni ola bilər. Lakin burada hər hərfi başqa bir hərflə kodlaşdırır və bu onlardan təbii ki daha asandır. Baxaq. Taksi sözünü amma necə kodlaşdırır? Baxırıq ki, hər hərfin yanında həm də rəqəm var. Bəs bu rəqəmlər nədir? Rəqəmlə kodlaşdırır, yoxsa hərflə kodlaşdırır? Əslində hərflə kodlaşdırır. Sadəcə rəqəm hansı hərfin olduğunu göstərir. Baxın, V-nin yanına 1 qoyub. Bu o deməkdir ki, taksi sözündəki birinci hərfi V ilə kodlaşdırıbdır. İkinci hərfin, yəni 2-nin yanına P qoyubdur. Bu o deməkdir ki, taksi sözündə ikinci hərf, yəni A hərfini P ilə kodlaşdırıbdır. Biz bunu öyrəndik. Demək ki, hərflərlə kodlaşdırır, yanındakı rəqəmlər isə bizə verilmiş sözdəki hərflərin sırasını göstərir. Yəni birinci hərf, ikinci hərf bunları göstərir. Hamısını bir-bir müəyyənləşdirməyəcəyik. Yəni tutaq ki, T hərfi hansıdır, A hərfi hansıdır. Bu bizim üçün vaxt itkisi olar. Həmçinin baxın bu uzunluqda sözü kodlaşdırmağımız, bir-bir tapmağımız bizim üçün nə qədər vaxt itkisi olar. Ona görə yenə eyni qayda bizdən soruşulana baxırıq. Baxın, bizdən soruşulan budur. İndi başlayıram nədən? Necə yazıram? Rəqəmlərə görə gedirəm. Birinci hərfim nə olmalıdır? V ilə kodlaşdırıb. Gəlib yuxarıda V-ni tapıram. Həm birincidə, həm də ikincidə var. Birincidə birinci hərfdir. Baxın, V-nin yanında 1 var. Yəni birinci hərfdir. İkincidə isə V-nin yanında 7 var. Yəni navigator sözünün 7-ci hərfidir. Hər ikisi görürsünüz T hərfidir. Demək ki, T ilə başlayıram. Ondasa cavabım çıxır əslində. Sadəcə tango sözü var. Yenə də ilk sual deyə axıra qədər izah edəcəm bunu. Sonra sadəcə variantlardan gedəcəyik. Gəlirəm V1-dən sonra L5-i axtarmıram. İkinci hərfim nədir? İkinci hərfim P ilə kodlaşıb. Yuxarıda P-ni tapıram. Sadəcə birindən, ikisindən tapmanıza gərək yoxdur. Bir dənəsindən tapıb P hərfinin hansı hərfi göstərdiyini tapırıq. Burada da yenə taksi sözündə də P-nin yanında yenə 2 var və taksi sözündə ikinci hərfimiz A-dır. Yəni A. Üçüncü hərfimiz G hərfi. G hərfini yuxarıda axtarıram. Birinci cərgədə yoxdur. İkinci sözdə baxın G1. Yəni birinci hərf, navigator sözündə birinci hərf G ilə kodlaşıb. Birinci hərfimiz nədir? N. Sonra üçüncü hərfimiz baxdıq, 4-ə baxırıq. S ilə. S ilə kodlaşıbsa, S-i yuxarıda axtarıram. Birincidə yoxdur, ikincidə S5. Yəni 5-ci hərfimiz navigator sözündə G hərfidir. Başlayayım dənə. Və üçüncü hərfimizə də baxdıqdan sonra axırıncı hərfimizə baxırıq. L5. 5-ci hərfimiz L-dir. L-də baxın, burada L 8 olaraq veribdir. 8-ci hərfimiz O ilə kodlaşıbdır. Tango sözünü almış oluruq. Yenə baxaq. 4-cü suala baxaq misal üçün. Deməli, nə edirəm? Yenə 1-dən götürürəm. Birinci hərfi E ilə kodlaşdırıbdır. Bəs birinci hərfim nədir ondasa? E hərfini gedib yuxarıda axtarıram. Birincidə yoxdur, ikincidə E5. Yəni kreso sözündə 5-ci hərf. L hərfi ilə üstə düşürmü? L hərfi ilə başlayır demək ki, L ilə başlayırsa A, B, Y getdi. Lamso yoxsa lorak. İkinci hərfə baxsaq tapa biləcəyik. B2. B-ni yuxarıda tapırıq. Bax, hər ikisində var B6. İkisində də 6-cı hərfdir. Yəni O hərfidir. L, O ilə başlayırsa C variantı doğrudur. Axıra qədər getməyimiz bizim üçün vaxt itkisidir. Gəlin 5, 6 eyni tipdir. Sadəcə yenə rəqəmlər var yanında. Lakin hər hərfi 2 dənə hərf ilə kodlayıbdır. Eyni şəkildə baxırıq. Bir fərqi yoxdur.
Yenə yanında 1 olana baxırıq. F və A ilə kodlaşdırır. FA-nı yuxarıda axtarsam, FA, bax 4 yazıb yanında. Yəni qorxulu sözündəki 4-cü hərf FA ilə kodlaşdırılıb. 4-cü hərfimiz X hərfidir. X ilə başlayırsa, ya xəyyam, ya da xortum olacaqdır. İkinci hərfə baxsaq, tapmış olarıq. İkinci hərfimiz Y və U ilə. Elə baxın, yuxarıda da ikinci hərfimiz Y və U-dur. Yəni, O hərfi ilə. X, O ilə başlasa, B variantımız doğrudur. Vaxt ikisinə yol verməyək, yəni bütün hamısını bir-bir kodlaşdırmamıza gərək yoxdur. 8-ci sual, 12-ci sual, hər ikisi eynidir. Sadəcə, burada rəqəmləri balaca verib. Bu bizim üçün bir əngəl deyil. 12-ci suala baxaq. Yenə, yanında 1 olana baxıram, Z. Z-ni yuxarıda tapıram, baxın 4. Saat sözündəki 4-cü hərf Z ilə kodlaşdırılıb. Bəs 4-cü hərf T hərfidir. Saat sözündəki 4-cü hərf T hərfidir. Ondasa saxta getdi, dəqiqə getdi. İkincinə baxıram. İkinci T hərfi ilə kodlaşdırılıbdır. T-ni yuxarıda tapsam, T 6-cı hərfi göstərir. Saniyə sözündə 6-cı hərf Ədir. Ədirsə Turaçda getdi. Təmiz yoxsa təmas. Üçüncü hərfimiz hər ikisində M hərfidir. Ondasa 4-cü hərfə baxaq. 4-cü hərfim L4. L hərfini bağışlayın bir dənə, niyə belə yazdı? L-i yuxarıda axtarsam, baxın, həm ikinci, həm də üçüncü hərfimiz L ilə kodlaşıb. Yəni, saat sözündə A hərfidir. Təmas sözünün olduğunu buradan tapırıq. Bunun axırıncısına da baxaq, sonra keçək X şərtli dilinə tərcümə suallarına. Yenə birincidən baxsaq, L nəyi göstərir? Yuxarıda baxın, L axtarsam, L3. L 3-cü hərfi, yəni S hərfini. Bax, üstə hərfində 3-cü S hərfidir. S ilə başlayırıqsa, hamısı doğrudur. Keçirik ikinci hərfimizə. İkinci hərf E ilə kodlaşdırılıb. Burada bizim üçün həm ikinci, həm də 5-ci hərfin E ilə kodlaşdığını göstərir. Yəni, tüstü sözündə ikinci və 5-ci hərfimiz, baxın, hər ikisi Ü-dür. Yəni, Ü ilə geçsək, saman və saray sözləri olmayacaq. Sonra devam edək üçüncüdən. Üçüncü A hərfidir. Üçüncü A hərfidirsə, A hərfinin yuxarıda, baxın, A hərfi yuxarıda yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, yuxarıda paltar və tüstü sözlərində olmayan bir hərfdir. Misal üçün, sürmə sözündə R hərfi yuxarıda varmı? Paltar sözündə axırıncı hərf, yəni 6-cı hərf N-dır. Bizə nə deyirdi? Deyir ki, 3-cü hərf A olsun. A ilə kodlaşsın. Demək ki, R hərfi deyil, sürmə getdi. Sütun və süfrə. Sütunda da T hərfinə baxsaq, həm tüstüdə var, həm də paltarda var. Tüstüdə 1-ci və 4-cü olur. Birinci və 4-cü. Baxın, 1-ci və 4-cü D ilə kodlaşdırılıb. Bizə lazımdır A. B də getdi. Demək ki, süfrə. F hərfinə baxsaq, 3-cü hərfə. Baxın, nə paltarda, nə də tüstüdə yoxdur. Yəni, F hərfini rahatlıqla A ilə kodlaşdıra bilərik. Burada da cavabımız Y variantı alınır. Yaxşı, deməli keçək. X şərtli dilinə tərcümə. Gəlin baxaq. Burada da əslində eyni qaydadır. Necə eyni qaydadır? Yenə kodlaşdırır. Sadəcə orada hərfləri bir hərflə kodlaşdırırdı. Burada nə edir? Sözləri hecalarla kodlaşdırır. Bəzən bir hərflə, bəzən bir heca ilə, bəzən 2 heca ilə, bəzən isə sadəcə hərflər ardıcıllığı ilə. Yenə eyni qayda ilə gedirik. Eyni şəkildə məni izləyin. Mən. Məndən soruşana baxırıq. Məndən nəyi soruşur? Mən səni görürəm. Və söz başlayırıq kodlaşdırmağa. Mən sözünü gedib yuxarıda axtarırıq. Mən. Afsefi taca. Yaxşı. Bu, mən səni sevirəmin ümumi kodlaşdırılmış halıdır. Mən üçün burada nə ayırıram? Ya af hecasını ayıracağım, ya da afse. Ola bilər. Baxıram. Af ilə başlasaq, tutaq ki, A variantı, C variantı, Y variantı. Əgər mən sözünü af ilə kodlaşdırıramsa, B və D getdi. İndi səni sözünə baxırıq. Sənin sözü burada da var, burada da var. Yəni, baxın, burada eli S-dir, burada da sadəcə S. Eli başdan deyirəm, o O'ya aiddir. Bizə o lazım deyil.
Burada S hecası. Baxın ikincidə də yenə S. Sefidir bəlkə də. Sefi. Hər ikisində sefi var. Demək ki, sefi ilə kodlaşdırır. Ondan sonra A variantı çıxır əslində. Görürəm sözü baxın burada da görür, burada da görür. İkisində də is, daha doğrusu ris, r, is kimi. Apsifiris olaraq kodlaşır. Növbəti 4-ə baxaq. Məndən soruşana mən, yenə buradan mən tapdıq. A və ya abo. Abo ola bilməz. Çünki variantlara baxın. A ilə başlayan sadəcə əslində Z variantıdır. Cavabımız Z variantı çıxır. A ilə kodlaşdırsam səni. Səni yuxarıda baxın. B. B burada da var. Bir dənə orada var olsuz. A, B və gözləyirəm. Gözləyirəm yuxarıda tam olaraq yoxdur. Gözləyir var və hər ikisində karma var. Demək ki, A, B karma olaraq kodlaşdıra bilərik. Devam edək. Bir dənəsinə də baxaq buradan. Hamısına baxmağın yeri yoxdur. Çünki oxşar suallardır. Sadəcə fərqli hecalarla verib. Sonuncu suala baxırıq. Yenə bizdən soruşulana baxırıq. O necə ilə o əvəzliyi, baxın 2 dənə yuxarıda var. Burada ami ola bilməz. Çünki baxın burada ami deyil. Sadəcə A hərfidir. A hərfi deyin, hecası deyin, fərqi yoxdur. A'dırsa, A ilə başlayırıqsa B və D variantı getdi. İndi onların yuxarıda baxın ikinci cümlədə var. Z də ola bilər, Z2 də ola bilər. Baxırıq. A Z ilə başlayırsa C variantı getdi. Z ilə Z2'yi tam bilmirik. Ona görə qalsın elə də. Başa düşür. Baxın, başa düşür. Burada da var. Kita ilə kodlaşıb. Demək ki, A, Z, kita olaraq Y variantını doğru götürürük. Növbəti elə indi çəkəcəm analogiyanı da. Bu video ilə eyni paylaşmayacağım. Analogiyanı ayrı, anaqramı ayrı paylaşacağım. Bu cür mövzuların izahını bilmək istəyirsinizsə, səhifəyə keçid edib şifrələrə baxa bilərsiniz. Təbii ki, bundan sonraki paylaşacağım videolara baxa bilərsiniz.